Salam değerli kanal izleyicileri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə ədəbiyyatdan, müəllimlərin işə qəbuluna düşə bilən əsərlərdən Su Həsrəti əfsanəsini keçirik. 6-cı sinif ədəbiyyat dərsliyindəndir. Su Həsrəti əfsanəsi və çatdıra bilsəm, təbii ki, Qanlıdaş əfsanəsini də sizin üçün keçmək istəyirəm. Eyni zamanda oxuyaq, diqqətinizdə olsun. 6-cı sinif dərsliyindəndir. Bu illərin bu hər iki əfsanə müəllimlərin işə qəbuluna salınıbdır. Diqqətli olağın, başlayırıq. İşğalçılar tərəfindən təqib olunan karvan gecə-gündüz yol gedir. Tuluqlarda su ehtiyatı çoxdan qurtarmışdı. Tuluq nədir? Tuluq yəqin ki, bilməyənlər qeyd etsin. Yəqin ki, çoxunuz bilirsiniz. Tuluq bu su qabları olur ki, orada yəni sərin su qablarda aparmaq üçün saxsıdan su qabları olur. O su qablarında deməli sular aparırlar. Suları qutarıbdı tuluqda. Susuzluqdan dodaqları çatlamış, adamlar danışmırdılar, başlarını sinəyə enmiş, addımlar ağırlaşmışdı. Niyə addımları ağırlaşıb? Artıq susuzdular, gedə bilmirlər, yorğundular. Qaçqınların arasında çoxlu gənc vardı. Kimlərin arasında? Diqqətli olun. Qaçqınların arasında çoxlu gənc var idi. Onlardan ikisi qardaş və bacı karvanın lap sonunda yanaşı addımlayırdılar. Arabir başlarını qaldırıb ümid dolu nəzərlərini irəli zilləyirlər. Zilləyirlər nə deməkdir? Yəni dikirlər də, gözlərini irəliyə dikirdilər. Oğlan taqətdən düşmüş bacısı Ceyranı geri qalmağa qoymur, onu özü ilə aparır. Qızın adı nədir? Ceyran. Oğlanın adını bizə burada verdi, vermədi. Diqqətli oluruq. Deməli, qaçqındılar, yadınızda qalsın. Deməli, qaçqındılar, karvanla gedirlər. Niyə deməli sual düşə bilər ki, nədən onlar başlarını aşağı əyiblər, nədən yavaş-yavaş addımlayırlar? Çünki suları qutarıbdı, susuzdular, yorğundular. Onların içərisində düşə bilər qohum olanlar varmı? Bəli, bacı qardaş var. Sonda karvanın sonunda addımlayırlar. Bacının adı Ceyrandır. Qardaş bacısını gözdən qoymur. Bunları diqqətlə yadınızda saxlayın. Bir neçə gün sonra hərəkət etmək daha da çətinləşir. Qız artıq əldən düşüb gedə bilmir, ayaq üstə tab gətirə bilməyib yıxılır. Əsən xəzri narın qumu qızın qara, gür saçlarına doldurur. Göz yaşlarında islanmış qum ağırlaşır. Deməli, bir neçə gündən sonra qız artıq əldən düşür, susuzdular axı. Gedə bilmir və yıxılır. Xəzri də küləkdir. Əsən xəzri, yəni küləkdən gedir söhbət. Narın qumu deyir, qızın qara gür saçlarına doldurur. Qızın deməli təsviri verilibmi? Qızın qara gür saçlarının təsviri verilib və göz yaşlarında islanmış qum ağırlaşır. Yaşca böyük olan qardaşı bir anlığa ayaq saxlayır. Baxın, qardaş bacıdan bütün bu detallara diqqət eləyin. Yəni, MİQ-in bizə salacağı suallardan əmin deyilik də, nə tipli suallar sala bilər. Yəni, salınan sualları görmürsünüz. Ona görə də qardaş bacıdan böyüdümü, bacı qardaşdan böyüdümü, bunların hamısına diqqət eləyin. Bir də gördünüz ki, buradan sual çıxartdılar. Yaşca böyük olan qardaş bir anlığa ayaq saxlayır. Əyilib bacısının qolları üstə qaldırır. Ağır addımlarla karvanın ardınca gedir. 3 gündən sonra oğlan da taqətdən düşür, daha hərəkət edə bilmir. Deməli, bacı yıxılır və bacı yıxılandan sonra qardaş neyinir? Onu qardaş bacıdan böyüdür. Qardaş bacını qolları üstünə alır 3 gün. Görürsünüz, 3 gün deməli bu şəkildə qardaş addımlayır. 3 gündən sonra qardaş da bu şəkildə 3 gün gedir. Görürsünüzmü? 3 gün qardaş bu şəkildə gedir. 3 gündən sonra taqətdən düşür, daha hərəkət eləyə bilmir. İndi heç bir qüvvə, nə xilas olmaq ümidi, nə həyat eşqi onun dadına çatır. Taqətdən düşdüyünü duyan gənc huşsuz bacısını ehtiyatla yerə qoyur. Görür ki, artıq taqətdən düşüb, yəni bacını əzilməsin deyə ehtiyatla yerə qoyur. Diz çökür, əllərini göyə qaldırıb yalvarır. Əllərini göyə qaldırıb yalvaran qardaşdır, yoxsa bacı? Qardaş. İlahi, kömək əlini bizdən əsir gəlmə. Uçsuz bucaqsız, deməli qardaş yalvarır Allaha. Nə zaman? Artıq bacını qucağından 3 gündə qucağında dartır, aparır, daşıyır, sonra yerə qoyur, artıq taqətdən düşdüyünü hiss edir deyə yerə qoyur və Allaha üst tutur ki, diz çökür, əllərini göyə qaldırıb yalvarır ki, ilahi kömək əlini bizdən əsir gəlmə. Uçsuz bucaqsız səhra çarəsiz gəncin səsini udur. Qəhər onu boğur.
Gəncin qara gözlərində 2 damla yaş görünür. Damlalar yerə düşür. Birdən birə yer aralanır, bulaq suyu fəvvarə vurur. Baxın, bunun əfsanə olduğunu buradan gördük. Görürsünüzmü? Əfsanələr yəni olmayan şeylərdir də, həyatda mübaliğələrdir, şişirtmələrdir, olmayıbdır, olmayan şeylərdəndir. Burada uçsuz bucaqsız səhra çarəsiz gəncin səsini udur. Səhra çarəsiz gəncin səsini udur. Qəhər onu boğur. Gəncin qara gözlərində 2 damla yaş görünür. Baxın, 2 damla yaş görünür. Damlalar yerə düşür, birdən-birə yer aralanır, bulaq suyu fəvvarə vurur. Ceyranın həyatı xilas olur. Ceyran kim idi? Bacısı idi. Yəni Ceyran artıq su içir, özünə gəlir, xilas olur. Lakin acı talih qaçqınları rahat buraxmır. Lakin deyir acı talih, baxın acı talih deyir burada. Acı talih nədir? Məcazi mənada götürsək talihin acılığını, şirinliyini bilmirik ki, xeyr. Burada nə gedir bu? Epitet gedir. Acı talih qaçqınları rahat buraxmır. Qəddar düşmən bütün bu günləri karvanın izinə, qəddar deməli düşmən bütün bu günləri karvanın izinə düşüb onu bulaq başında haqlayır. Deməli düşmən karvanın izinə düşübdü. Karvan niyə gedirmiş? Düşməndən qaçırmış, gedirmiş, düşməndən uzaqlaşırmış. Və qəddar düşmən bu günləri kərvanın izinə düşür. Kərvanın izinə düşür, gəlir onu harda haqlayır? Bulaq başında deməli, gəlib onları bulağın başında deməli, haqlayır. Haqlamaq nə deməkdir? Gəlir, çatır onlara, yəni düşmən. Düşmən atlıları bulaqdan axan gür, şəffaf suyu görüb heyrətlənir. Şəffaf nədir? Tərtəmiz. Dupduru, yəni bulaqdan gələn su şəffafdır, dupdurudur. Şəffaf təmiz sudur. Şəffaf suyu görüb heyrətlənir. Su onlar üçün də həyat demək idi. Sayca çox olan amansız düşmənlə döyüş başlanır. Suyu görüb deyir, heyrətlənirlər. Çünki su onlar üçün də həyat deməkdir. Deməli, onlar da sudan əziyyət çəkirlərmiş. Düşmən də sudan əziyyət çəkirmiş. Sayca çox olan amansız düşmənlə döyüş başlanır. Baxın, su necə oldu ki, səhrada peyda oldu birdən-birə? Necə oldu? Su, deməli, qardaş gördü ki, taqətdən düşdü, bacısını ehtiyatla yerə qoydu və diz çöktü, əlini göyə qaldırıb Allaha yalvardı ki, ilahi kömək elə, bizdən öz köməyini əsir gəlmə və qardaşın gözündən düşən 2 damla yaş yerə düşür, yer aralanır və bulaq suyu fəvvarə vurur. Bunu unutmayın, yadınızdan çıxmasın. Məğrur Ceyran düşmən atlılarının yaxınlaşdığını görüb, gözlərini göyə qaldırıb, yanıqlı səslə deyir, uca Tanrı, məni daş elə, qaya elə. Bunu kim deyir? Ceyran deyir. Deməli, qardaş da, bacı da, hər ikisi Allaha üz tutub, deməli, səsli şəkildə Allahdan kömək istəyiblər. Qardaş kömək istəyib ki, köməyini bizdən əsir gəlmə su məqsədi ilə və ona bulaq, deməli, yer aralanıb bulaq suyu fəvvarə vurur və bacı da deyir ki, uca Tanrı, məni daş elə, qaya elə. Niyə görə? Çünki görür ki, düşmən yaxınlaşır. Bacı da Allahdan, Tanrıdan bunu istəyir. Düşmənlər və karvan adamları gözlərinin qarşısında baş verənlərdən donub qalıblar. Deməli, karvan adamları da istəyir düşmənlərdə. Görürlər, hər ikisinin gözünü, hər iki tərəfinin gözü qarşısında baş verənlərdən donub qalırlar. Əllərini göyə qaldırmış ağ paltarlı Ceyran bir göz qırpımında daş heykələ çevrilir. Deməli, Allah hər ikisinin səsini eşidir. Düşsə ki, testdə ki, qardaşın səsini eşidir, Ceyranın səsini eşitmir. Ceyranın səsini eşidir, qardaşın səsini eşidir. Yəni, hər ikisinin səsini eşidir. Qardaşın adı verilməyib bizə burada, amma Ceyran bacının adı verilirdi. Heyrət və qorxudan təşvişə düşən işğalçılar elə həmən andaca bulaq suyunun quruduğunu da görürlər. Həmən andaca deməli, təşvişə nədir? Təşvişə düşən, yəni həyəcan keçirdən də, heyrət və qorxudan, həyəcan keçirdən deməli, işğalçılar. İşğalçı kimlərdir? Düşmənlər. Elə həmin andaca bulaq suyunun quruduğunu da gördülər ki, bacı daşa döndü və bulaq suyu da qurudu. Onlar həyəcan içində su qayıt deyə qışqırmağa başlayırlar. Və su qayıt deyə qışqırmağa başlayanlar kimlərdir? Düşmən tərəfidir. Düşmənlər özlərini bulağa yetirəndə
səhra bulaq suyunu artıq soğurub qurtarmışdı. Deməli, düşmənlər gəlib özlərini bulağa yetirəndə səhra bulaq suyunu artıq soğurub qurtarmışdı. Artıq bulaq suyu deməli yox olmuşdu, qurumuşdu. Burada deməli, düşmən nə istədi? Düşmən suyun geri qayıtmasını istədi. Suya dedi ki, qayıt, su, qayıt. Bu düşmən tərəf deyir. Həyəcanla deyirlər. İşğalçı, çünki işğalçı tərəf deyir. İşğalçı tərəf kimlərdir? Düşmən tərəfdir. Sonra bacının adı verilir, Ceyrandır. Bacının adı gördük ki, Ceyrandır. Qardaşın adı verilməyibdir. Bacı deməli düşmənin yaxınlaşdığını görüb Tanrıya deyir ki, məni daş elə, qaya elə və o daşa dönür. Həmən andaca suda quruyur. Düşmən də bundan heyrətlənir, həyəcan keçirdir, təşvişə düşür, həyəcanlanır, qorxur və onlar gəlib bulağa çata bilmirlər. Bulağa su qayıt deyirlər. Qardaş da artıq taqətdən düşür, görür ki, suları yoxdur və neyniyir? İlahi kömək gəlini bizdən əsirgəlmə deyib, Allahdan deməli, əsirgəlmə deyib, Allahdan kömək istəyir və həmən andaca gözündən düşən 2 damla su deməli iki damla sudan yer aralanır və bulaq fəvvarə vurur. Özü necə bulaq vurur? Çirkli su olmur. Ha, diqqətli olun. Şəffaf su olur və işğalçılar tərəfindən təqib olunurdu karvan və gecə-gündüz yol gedirdilər. Qardaş bacını qucağına alandan nə məqsədlə qucağına aldı? Çünki bacı taqətdən düşmüşdü. Sonra niyə karvan ağır addımlarla addımlayırdı? Çünki suları qurtarmışdı. Suyu nədə aparırdılar? Tuluqda aparırdılar. Tuluq baxın, şəkli burada verilibdir. Tuluğun içi səhv etmirəmsə, onun içi saxsı olur, üstü dəri olur. Baxın, bu tuluqdur, su qabıdır. Üstü dəridən olur. Yəni heyvanın gönündən olmalıdır da, üstü tuluqdur və o su qabıdır. Onun içərisində su aparırlar, su saxlayırlar və o suyu çox sərin saxlayır. Sərin bir şəkildə saxlayır. Bu qədər. Yəni bu bizim oldu su həsrəti əfsanəmiz. İndi keçəyin. Su həsrəti bu idi. Bir də Qanlıdaş əfsanəsi var. Qanlıdaş əfsanəsini də oxuyağın. Qanlıdaş əfsanəsi verilibdir. Onu da oxuyuruq. 2 əfsanəmiz var. Deməli, bu illərin müəllimlərin işə qəbuluna salınıbdır. Kanalımızı bəyənirsinizsə və əsərlərdən, keçdiyim dərslərdən razısınızsa, təbii ki, videonu paylaşmağı, kanala abunə olmağı yaddan çıxartmayın. Çünki fikirləşirəm ki, əsərləri hər dəfə sizinlə deməli bölüşüm. Hər dəfə əsərləri proqram üzrə ardıcıl şəkildə gedim və mümkün olsa sizinlə bir neçə dərsdən sonra canlı açıb təbii ki canlıda da əsərlərin sual cavabını eləyim ki daha da yaxşı əsərləri mənimsəyəsiniz. Əgər bəyənirsinizsə təbii ki bəyənməyi və like etməyi yaddan çıxartmayın. Keçirik Qanlıdaş əfsanəsinə. Qanlıdaş. Yenə Şirvanın qanlı qadalı günləri başlamışdı. Yağı ölkəyə hücuma keçmişdi. Onlar yavaş-yavaş Şamaxıya yaxınlaşırdılar. Baxın, yağı kimə deyilir? Biz yağı sözünü harada görmüşük? Dədə Qorqud əsərində görmüşük. Düzdür, eposda görmüşük yağı. Yağı kimdir? Düşmən. Bundan əvvəlki əsərdə su həsrətində gördünüz. Orada əfsanədə işğalçılar deyilir. Burada da yağı, yəni hər ikisi düşmən tərəf kimi nəzərdə tutulur. Yenə Şirvanın deyir qanlı qadalı. Şirvandan, baxın, Şirvan ərazisindən gedir və Şamaxıya yaxınlaşırdılar. Şamaxıdan söhbət ki, Şamaxının adı verilib burada. Deməli, yaxınlaşırdılar. Kolanı obasının ərənləri bir yerə toplaşdılar. Dəmirdağı özlərinə igidbaşı təyin etdilər. Kimi? Dəmirdağı. Özlərinə igidbaşı təyin etdilər. Ərənlər dağlara çəkirdilər. Ərən kimlərə deyirik? Ərən deməli igidlərə. Dağlara çəkirdilər. Düşmən
Kolanı obasından bir qədər aralıda düşərgə salmışdı. Deməli, kimi özünə Dəmirdağı özlərinə deməli, igidbaşı təyin ediblər. Yəni, başçı təyin ediblər. Ərən də igidlərdir. Hansı kənddən gedir? Kolanı obasından gedir. Kolanı obasından bir qədər aralıda düşərgə salmışdı. Kim? Düşmənlər, yəni yağılar. Qoşun neçə vaxt idi ki, yol gəlirdi. Tamam əldən düşmüşdü. Düşmən sərkərdəsi bilirdi ki, Şamaxı qalasını almaq asan olmayacaq. Mütləq yorğun qoşuna 3-4 gün istirahət vermək lazımdır. Deməli, bu qalanı almaq asan olmayacaq deyə qoşun da yorğundur. Bu yorğun qoşuna 3-4 gün istirahət vermək lazımdır. Dəmirdağın igidləri axşamdan biraz keçən kimi qəfildən düşmən çadırlarına hücum edir, onları dincəlməyə qoymur, neçə-neçə döyüşçülərini məhv edirdilər. Deməli, Dəmirdağın igidləri, Şamaxının igidləri yəni. Axşamdan biraz keçən kimi düşmən axı dincəlmək üçün yorğunluğunu almaq istəyir. Bunlar da gedirdilər, tez o düşmən dincələn çadırlara hücum edirdilər, onları dincəlməyə qoymurdular ki, dincəlib yorğunluqlarını almasınlar və neçə-neçə döyüşçülərini yerindəcə məhv edirdilər. Dəmirdağ el arasında təkcə gücü ilə deyil, düzdüyü bayatlarla da ad çıxarmışdı. Deməli, düşər ki, Dəmirdağ gücü ilə ad çıxarmışdı. Dəmirdağ, məsələn, öz gücünə, qoluna, qüvvətinə güvənirdi. Xeyr, tək bundan ad çıxartmamışdı. Həm də düzdüyü bayatlarla, yəni özünün yazdığı bayatlarla da ad çıxartmışdı. Kolanı elim mənim, arxamda selim mənim, dirikən qibləgahım, ölərsəm yorum mənim. Deməli, öz yerini bu şəkildə bayatlarla dilə gətirirdi. Deməli, bayatı da Kolanı öz elə adlandırır, arxamda selim mənim, yəni arxamdakı gücü kimi göstərir bunu, sel yəni güclü olduğu kimi. Dirikən deyir, qibləgahımsan, mən nə qədər diriyəm deyir, qibləgahımsan, yenə sən mənim and yerimsən, öz obasına deyir, ölərəmsə deyir, sən mənim yorumsan. Dəmirdağda elin ağıllı kəmalı. Yorum deyəndə, yəni qəbrimdə. İndi bir neçə insan deyə bilər, yorum nə deməkdir? Yorum yəni qəbrim deməkdir. Bilməyənlər olmaz yəqin. Dəmirdağda elin ağıllı kəmallı, gözəli olan sona əhd peyman bağlamışdır. Dəmirdağla kim? Sona əhd peyman bağlamışdılar. Elin ağıllı kəmallı, gözəli olan, ağıllı kəmallı. Yazın sonu, yayın əvvəlində isteklərinə qovuşacaqlar, yəni toylar olacaqdı. Görüş yerləri də Cüyürlü meşənin tən ortasında sıldırım qayanın ətəyindəki çapıq daşın yanı idi. Deməli, görüş yerləri hara idi? Cüyürlü meşənin tən ortasındakı sıldırım qayanın ətəyindəki çapıq daşın yanı idi. İlk əhd peymanlarının şahidi bir çapıq daş, bir də lalələr olmuşdu. Deməli, ilk əhd peymanlarının şahidi kim olmuşdu? Bir çapıq daşı olmuşdu, bir də lalələr. Yerləri hara idi? Cüyürlü meşəsinin tən ortasındakı sıldırım qayanın ətəyindəki çapıq daşın yanı idi. Çapıq daşla lalələr Dəmirdağla Sonanın əhd peymanının şahidi olmuşdu. Bir axşam Dəmirdağın şir ürəkli igidləri yenə düşmən düşərgəsinə qəfildən hücum etdilər. Niyə qəfildən hücum eləyirdilər? Onları dincəlməyə qoymurdular ona görə. Orduya çaxnaşma düşdü. Çaşbaş qalan düşmən əskərləri onların qarşısında yarpaq kimi əsdilər. Yarpaq kimi əsmək nə gedir? Yarpaq kimi əsdilər, yəni ki, təşbihdir burada, məcazi mənada. Dəmirdağ düşmənin iki seçmə pəhlivanını da özləri ilə apara bildilər. Dəmirdağ düşmənin iki seçmə pəhləvanını da özləri ilə apara bildilər. Deməli, bu Dəmirdağın qoşunları düşməndən olan iki seçmə pəhləvanı, iki pəhləvanı da özlərindən apara bildilər. Götürdülər, əsir götürdülər. Bundan xəbər tutan düşmən sərkərdəsi hirsindən zəncir gəmirdi. Şeypur çalındı, qoşun ayağa qalxdı, əmr verildi. Bütün Kolanı, obasının qocasını, uşağını, qız gəlinini meydana cəm edin. Deməli, şeypur çalınır, qoşun ayağa qalxır və əmr verilir ki, bütün Kolanı, obasının qocasını, uşağını, qız gəlinini meydana cəm edin.
Cəmaət meydana toplaşandan sonra sərkərdə dedi: Əgər Dəmirdağın, deməli, xəbər tutur düşmən sərkərdəsi ki, onun 2 pəhləvanını deməli Dəmirdağ götürüb aparıbdı. Və neyniyir? Hirslənir. Hirsindən zəncir gəmirirdi. Nə deməkdir? Zəncir gəmirmək frazoloji birləşmədir. Yəni çox hirslənir də, deyir, cırtma vursan qanı çıxmasa bu şəkildə. Şeypur çalındı, qoşun ayağa qalxdı, əmr verildi. Şeypur uzun belə uzurna kimi şeypurlar çalınır. Qədim kinolarda görmüsünüz yəqin. Qoşun ayağa qalxır. Əmr verilir ki, bütün kolanı obasının qocası, uşağı, qız gəlini meydana cəm olunsun. Hamı yığışsın meydana. Çünki hamı meydana yığışırdı. Deməli, sözlər oradan çatdırılırdı da hamıya. İclas kimi keçirirdilər. Cəmaət meydana toplaşandan sonra sərkərdə dedi: Əgər Dəmirdağın və onun yoldaşlarının yerini göstərməsəniz, hamınızı qılıncdan keçirəcəyəm. Nə deyir sərkərdə? Düşmən sərkərdəsi deyir ki, Dəmirdağın və onun yoldaşlarının yerini göstərməsəniz, hamınızı qılıncdan keçirəcəyəm. Ham başına aşağı saldı. Sükutu sona pozdu. Sona kim idi? Dəmirdağın deməli nişanlısı idi. İzin verin, mən qoşunu Dəmirdağgili olan yerə aparım. İnsanları heyrət bürüdü. Deməli, kim dedi? Sükutu sona pozur ki, siz izin verin, qoşunu mən Dəmirdağgili olan yerə aparım, deyir. İnsanlar heyrətlənirlər ki, yəni sona Dəmirdağın nişanlısı deyil da bunu. Sonra qoşunun qabağına düşdü, onu meşənin dərinliyinə apardı. Qız meşəyə, sıldırım qayalara bələd olmayan yağını günortadan keçənə qədər orada meşənin içərisində dolandırdı. Deməli, sıldırım qayalara bələd olmayan yağını, o yağı düşmən bu qayalara bələd deyil. Qız günortadan keçənə qədər onları orada dolandırır, yəni gəzdirir, fırladır orada. O tərəf, bu tərəf eyni yerlərdən də aparır, başqa yerlərdən də. Yəni düşmən oranı yaxşı tanımır deyə düşüblər qızın dalıyca. Dəmirdağın igidləri isə düşmən qoşununu qarabaqara izləyirdilər. Dəmirdağın igidləri isə düşmən qoşununu qarabaqara izləyirdilər. Sonra düşmən qoşununu meşənin qurtaracağındakı sıldırım qayanın başına gətirdim. Hara gətirdi? Sıldırım qayanın başına, meşənin qurtaracağına gətirdi. Sıldırımın ayağındakı çapıq daşı göstərib dedi. Sıldırımın ayağında hansı daşı? Çapıq daşı göstərib dedi. Bax, Dəmirdağın yerini o daşdan soruşun, deyib özünü qayadan atdı. Yağı çaşbaş qaldı. Elə bu vaxt Dəmirdağın igidləri düşmən qoşununun hər tərəfdən zərbələr indirdilər. Dağa, meşəyə, deməli, nabələd olan yağı təslim oldu. Deməli, Dəmirdağın igidləri düşmən qoşununa hər tərəfdən zərbələr indirdilər. Çapıq daşı göstərir, deyir ki, Dəmirdağın yerini o daşdan soruşun deyib özünü qız qayadan atır. Qayadan atır qız. Sonra yağı da çaşbaş qalır. Axı qız onlara Dəmirdağın yerini göstərməyə gətirmişlər. Dəmirdağın igidləri düşmən qoşununa hər tərəfdən zərbələr indirirdilər. Və dağa meşəyə nabələd olan yağı təslim olur. Dəmirdağ sonanı axtarırdı, tapa bilmədi. Nəhayət çapıq daşın yanında qanına qəltan olan qızı tapdı. Deməli, Dəmirdağ öz nişanlısı olan sonanı axtarır, düzdürmü? Və onu hardan tapır? Çapıq daşın yanında. Necə vəziyyətdə? Qanına qəltan olan bir vəziyyətdə. Onun gül üzü solmuş, rəngi ağarmışdı. Dəmirdağ sonanın lalələrin arasından qaldırdı. Onların sevgisinə şahid olan nə idi? Bir o çapıq daş idi, bir də lalələr idi, düzdürmü? İndi burada da deyir ki, baxın, çapıq daşın yanından tapır, qanına qaltan vəziyyətdə və sonanı lalələrin arasından qaldırdı. Artıq gec idi. Artıq gec idi. Nə deməkdir? Artıq, yəni, sona ölmüşdü. Sona bircə dəfə kipriklərini qaldırıb, onu tapanda ölməyib hələ. Görürsünüz, bircə dəfə kipriklərini qaldırıb gülümsündü. Yəni artıq sona gec idi, ölüm vəziyyətində idi. Dəmirdağın fəryadından dağlarda səda qopdu. Lalələr titrədi, daşlar insan kimi inildədi. Bircə dəfə ona gülümsədi və onunla da öldü. Deməli, bax, bizə sual düşər ki, Dəmirdağ sonanı tapanda artıq sona ölmüşdü. Sona Dəmirdağın onu tapdığını hiss etmədi, bilmədi.
Amma bu səhv olar. Təbii ki, sona Dəmirdağ onu tapanda Çapıq daşda hələ canı çıxmamışdı. Çünki deyir ki, kipriklərini qaldırıb gülümsədi və onunla da deməli sona ölür. Çünki fəryad, Dəmirdağın fəryadı dağlarda səda qopardı, lalələr titrədi, daşlar insan kimi inildədi. Sonanın qanına boyanan Çapıq daş silkələndi. Çapıq daş neynədi? Nədən silkələndi? Yəni Dəmirdağın fəryadından. Nə var burada? Mübaliğə var, şişirtmə var. Yəni onun fəryadından, çığırtısından o daş silkələndi. Çox keçmədi ki, bu igidin fəryadı bayatlara hopdu, ellərə, obalara yayıldı. Fəryadı bayatlara axı Dəmirdağ bayatı da yazırdı. Mən aşiqəm, qanlı daş. Qanlı qaya, qanlı daş. Düşmən yağı düşməndir. Niyə oldun qanlı daş? Daşa sual verir ki, sən niyə oldun qanlı daş? Düşmən onsuz da deyir yağı düşməndir də. O gündən Çapıq daş xalq arasında nakam məhəbbətin şahidi kimi qanlı daş adlandırılmağa başladı. Deməli, Çapıq daş sonu özünü deməli o qayadan atandan sonra və o Çapıq daş sonanın qanına deməli qanı deməli Çapıq daş sonanın qanına boyanandan sonra həmən daş qanlı daş kimi qaldı və yadınızda qalsın ki, o gündən sonra da onun fəryadından, Dəmirdağın fəryadından fəryadı bayatları hopdu və bayatları daha da deməli çox yazmağa başladı. Hopdu deməkdir ki, bayatlar daha da çox yazmağa başladı. Bu da bizim deməli qanlı daşımız, qanlı daş əfsanəmiz. Gördük ki, burada da Şamaxı ərazisində baş verir. Düşər ki, ərazi məlum deyil, ərazi məlumdur. Şirvan ərazisində, Şamaxı ərazisində baş verir və Dəmirdağ əfsanədə Dəmirdağ igid olur və onun igidliyi tək deməli el arasında gücü ilə, igidliyi ilə tanınmır. Hətta bayatıları ilə də tanınır. Bu şəkildə yadımızda qalacaq və düşmənə dincəlməyə aman vermirdilər. Düşmən dincələndə onlar gecə hücum eləyirdilər. Düşmən ordusunu məhv eləməyə çalışırdılar. Onların bir neçə igidlərini qırırdılar. Amma bir dəfə düşmən ordusuna hücum eləyirlər və düşmənin deməli ordusundan iki pəhləvanı götürürlər, ad çıxarmış pəhləvanı özlərindən əsir götürürlər və düşmən ordusu da bundan hirslənir. Bütün cəmaatı meydana yığır, Dəmirdağın yerini soruşur. Dəmirdağın nişanlısı da bilirik ki, Sonadır. Sona ilə Dəmirdağın deməli sevgisinə şahid olan cüyürlü meşənin tən ortasındakı sıldırım qayanın ətəyindəki Çapıq daş idi və onların ilk əhd peymanlarının şahidi həmin Çapıq daşla bir də lalələr olmuşdu. Və heç kəs yerini demək istəmir, Dəmirdağın yerini demək istəmir və bu zaman kim Sona çıxır ortaya, deyir ki, mən gedəyim sizə Dəmirdağın yerini deyəcəm və qoşunu alır, deməli, qoşunun qarşısına keçir və qoşunu bilmədi, qoşun o meşəni tanımadığı üçün qoşunu meşədə bir neçə dəfə deməli fırladır, qoşunu deməli eyni yerlərdən, digər yerlərdən keçirdir, vaxtı öldürür da və axırda niyə görə öldürür? Çünki Dəmirdağın igidləri o qoşunu izləməyə başlasınlar və Dəmirdağın igidləri qoşunu izləyirlər, düşmən qoşununu izləməyə başlayırlar və Çapıq daşa çatır Sona. Çapıq daşa çatanda meşənin qurtaracağında Çapıq daşda Sona özünü deməli o Nabələd meşə Çapıq daşın yanında özünü oradan atır qayadan və Çapıq daşı göstərir, deyir ki, o daşdan soruşun Dəmirdağın yerini. Təbii ki, o daş biləcəkdir, o daşdan soruşun deyib özünü atır, düşmən çaşbaş olur, gözləmədiyi hadisə idi və bununla da qanına qəltan olur. Dəmirdağ onu tapır, Sonanı tapır, amma Dəmirdağ Sonanın yanına gələndə onu qanına qəltan vəziyyətdə tapanda Sona hələ canı çıxmamışdı. Sona ona gülümsüyür, ondan sonra Sona gözlərini yumur və deməli Dəmirdağın da ah naləsi bütün deməli meşəni, daşları sirkələyir və bu təbii ki, Çapıq daş onun naləsindən sirkələnir. Bu bir mübaliğədir, şişirtmədir.
şişirtmədir və onun bayatları neynir? Onun fəryadı deməli bayatlara hopur və o gündən də bu çapıqlı daş qanlı daş olaraq adlandırılır. Çapıqlı daş el arasında qanlı daş adlandırılır və bunun mənası nə idi? Nakam məhəbbətin şahidi idi bu daş. Nakam məhəbbətin şahidi olan bu daş qanlı daş adlandırılmağa başlayır. Bu da bizim iki əfsanəmiz. İki əfsanəni, qanlı daş əfsanəsini və su həsrəti əfsanəsini də oxuduq. Deməli, yenə deyirəm, ədəbiyyatda şifahi deməli müəllimlərin işə qəbulunda şifahi xalq ədəbiyyatından bizə düşən dərdi şagirdi Əhmədin nağılı kanalımızda var. Yazıb baxa bilərsiniz. İlyasın nağılı. Birinci dərsdə onu keçdim sizə və su həsrəti əfsanəsi ilə qanlı daş əfsanəsidir ki, bu illərin müəllimlərin işə qəbuluna salınan əsərlərdir, əfsanələrdir. Hər iki əfsanəni də bu videoda sizin üçün çəkdim. Bu qədər. Növbəti videoda isə Əfsələddin Xəqani Şirvaninin Gənclərə Nəsihət əsərini çəkəcəm. O da kanalımızda var, amma yenidən videonu sizin üçün təzəliyib müəllimlərin işə qəbulu üçün bu əsəri çəkəcəm. Sağ olun, növbəti videoda görüşərik. Kanala abunə olmağı və videonu like etməyi yaddan çıxarmayın.